Bir gün Həzrəti Peyğəmbər Məscid-ül Həramda şeytanı görür. Onun yanına gedir və ona deyir: "Ey məlum, niyə narahatsan?" Şeytan deyir: "Səndən və ümmətindən narahatam." Həzrət buyurur: "Niyə narahatsan?" Şeytan deyir: "Mən insanları yolundan azdırmaq üçün bu qədər çalışıram. Ancaq sən qiyamət günü onlara şəfaət verəcəksən. Mənim bütün zəhmətimi hədər verəcəksən. Ona görə də səninlə düşmənəm." Həzrət buyurur: "Ümmətimdən niyə narahatsan?" Şeytan dedi: "Sənin ümmətinin elə xüsusiyyətləri vardır ki, başqa ümmətlərin belə xüsusiyyəti yoxdur. Onlar bir-birini görən zaman salam verirlər. Salam Allahın adıdır. Mən bu addan qorxuram. İkincisi budur ki, bir-birini görən zaman əl verirlər. Əllərini bir-birindən çəkməmiş, günahları bağışlanar. Üçüncüsü budur ki, yemək yiyən zaman Bismillah deyərlər. Mən ona görə yemək yiyə bilmirəm və ac qalıram. Dördüncüsü budur ki, yeməkdən sonra Əlhəmdülillah deyərlər. Beşincisi budur ki, sənin adını eşidən kimi yüksək səslə salavat deyərlər. Bunun savabı o qədər çoxdur ki, mən qaçıram. Altıncısı budur ki, bir iş görmək istəyəndə inşallah deyirlər. Mən həmin işə mane ola bilmirəm. Yeddincisi budur ki, sədəqə verərlər. Həm günahları bağışlanar və həm də 70 növ bəla onlardan uzaq olur. Bu zaman Həzrət buyurur: "İnsan sədəqə vermək üçün əlini cibinə salan zaman 70 şeytan onun əlini tutub saxlamaq istəyər ki, bu işdən çəkindirə bilsin." Şeytan yenə dedi: "8-ci budur ki, onlar Quran oxuyurlar. O evdə ki Quran oxunar, mənə yer olmaz. Çünki o evə mələklər gedib gələrlər. 9-cu budur ki, məni çox lənətləyərlər. Hər bir lənətlə bədənimə yara vurarlar. 10-cu budur ki, günah işlədən kimi tövbə edərlər. Mənim zəhmətimi hədər edərlər. 11-ci budur ki, asqıran zaman Əlhəmdullah deyərlər.